Aşuranın nəinki baş verən gününə, hazırlanan proqramına bir zərrə Allahın ayəti ilə müxalifət heç kim tapa bilməyib. Elə bir rəftar varmı? Hətta İmam Hüseyin ağanın əsir olan balaları əsirlikdə bir iş görsünlər ki, Quranla müxalif olsun. Baxın ha, çox doğrudan insanı düşündürən məsələdir ya. 3 yaşında uşağı yol boyunca qamçılayalar. Qamçılar altında onu Kərbaladan gətirərlər Şama, İraqdan gətirərlər Şama. O bir dənə Quranın əleyhinə müxalif addım atmaya. Bu vəhyin qorunmağından başqa, bu vəhyin özünün hifz elədiyindən başqa, vəhyin özünün təqib elədiyindən başqa nə ola bilər ki, bu qədər sinxiyyəti uyğunluğu var bunların? Bu qədər eyniyyəti var bunların. Nə səbəb olub Kərbala? Öz parlaqlığını qoruyub saxlaya bilib. Buna görə Allah deyəndə inna nəhnu nəzzəlnə zikr və innə ləhu ləhafizun. Biz ayəti, Qur'anı özümüz göndərmişik, özümüz qoruyacağıq. Bu bir mesajdır bütün dünyaya. Kərbəla Allahın ən yaxşı ayətidir.